Son dövrdə daha çox müşahidə etdiyimiz ürək getmələr. Bunlar hər zaman epilepsiyanın səbəbidirmi? Və əgər belə bir halla qarşılaşırıqsa bizim reaksiyamız nə olmalıdır? Ürək getmələr bəzən deyəndə çox zaman hallarda ürək getmə olan zaman əlbəttə ki bir mənalı düşünürlər ki, ürəyə gedib. Yəni ki sanki ürək problemidir. Amma ürək getmə düzdür. Ürək problemi ilə əlaqədar ritm pozuntularında ürək getmə halı müşahidə olunur. Amma ki bu beyin qıcıqlanmasının əlamətidir. Hər zaman epilepsiya deyil. Amma ki ürək getmə olur. Burada da fərqləndirmək lazımdır. Tutmadır da bu epileptik tutma və yaxud da ki isterik tutma deyilən bir tutma növləri vardır ki, bunu biz həkim nevrologlardan başqa, ola bilər ki, başqa sayın həkimləri də səhv sala bilirlər. Çox zaman bu tutmanı ayırd edə bilmirlər. Bəli, bunlar ürək getmə deyən zaman biz bilək ki, bu tutmadır. Epileptik tutmadırmı, isterik tutmadırmı? Bunu ancaq nevrolog 2 saniyəlik bir müayinəmiz var. Onu ilə aşkar edə bilərik. Mütləq belə bir halın olması zamanı nevroloqa müraciət etməlidir. Nevrolog özü artıq aşkarlayacaq isterik, epileptik tutmanın növünü. Əgər belə bir halda rastlaşırıqsa küçədə, çox zaman ağzını cırırlar, dişini sındırırlar. Daha xəstədə bir çox travmatik problemlər müşahidə olunur. O ağzını tutan adamın barmağını çox zaman dişləyir. Belə halların olmaması üçün xəstəni sol yanı üstə uzatmaq lazımdır. Ayağını qarnına doğru, necə deyirlər, sıxmaq və ağız boşluğunu elə saxlamaq lazımdır. Xəstə normal nəfəs ala bilsin. Və bundan sonra bizim oradakı insanların vəzifəsi təcili yardım çağırıb təcili yardıma təhvil vermək lazımdır.